Salamlayıram mərkəzi müəllimlər. Yenidən sertifikasiya hazırlığımız davam eləyir və YouTube izləyicilərimiz üçün izahlarımızı davam etdirəcəyik. Müsahibəyə qədər bu davam edəcək. Həmişəki kimi ödənişli dərslərimiz davam edir və vurğulayım sizə ki, ödənişsiz qrupumuzda da həftədə bir dəfə olmaqla Zoom dərslərimiz olacaq. Yəni Zoom proqramı vasitəsilə təşkil ediləcək. Həftədə bir dəfə saat 8 ərəfəsində bazar günləri. Buna qoşulmaq üçün də qeydiyyat olmağınız mütləqdir. Bildirim sizə ki, müəllimlər, biz bu günləri ünsiyyət bacarığından danışacağıq. Əlbəttə bilirik ki, müəllimin şagirdlərlə ünsiyyət bacarığı, şagirdlərdə ünsiyyət bacarığının formalaşdırılması bunlar mütləq bir haldır və diqqət edəcəyimiz məqamlar nələrdir? Əlbəttə bizə sual verə bilərlər. Sən bir müəllim olaraq, məsəl üçün, siz bir müəllim olaraq, şagirdlərinizlə dostluq münasibəti qurursunuzmu? Müəllimlə şagird dost olmur. Müəllim dostluq mövqeyində olur. Dostluq mövqeyi ayrı bir şeydir. Dost olmaq tamam ayrıdır. Dostluq mövqeyi o deməkdir ki, mən ona lazım olanda kömək edəcəm, lazım olanda onun yanında olacam, onun bacarmadığı şeyləri ona öyrətməyə çalışacam. Həm onun şəxsiyyətində, həm onun xarakterində, həm onun təlimində mən daim ona köməklik göstərəcəm. Onu qorumağa çalışacam. Bu dostluq mövqeyidir. Amma dost olmaq o deməkdir ki, eynisini biz qarşımızdakından da gözləyirik. Daha sonra, ünsiyyət bacarığı dedikdə müəllim şagirdlərlə ünsiyyət qurarkən var işgüzar ünsiyyət, var ümumi olaraq təlimdə olan ünsiyyət. İşgüzar ünsiyyət budur ki, müzakirə zamanı düzgün ünsiyyət olmalıdır. Dialoq zamanı düzgün ünsiyyət olmalıdır. Müraciət zamanı nitq etiketlərindən istifadə edilməlidir. Şagirdlərlə hakimiyyətdə kimi davranmaq, avtoritar üsluba, belə deyək, daha çox üstünlük vermək düzgün bir hal deyil. Avtoritar üslub nədir? Müəllim şagirdləri sanki yox kimi hesab edir və onların heç bir fikrini nəzərə almır, özünü hökmran kimi hesab edir və hər zaman çalışır ki, öz fikirlərini irəli sürsün. Humanizm nümayiş etdirmir, həssaslıq nümayiş etdirmir və həmçinin də nə edir müəllimlər? Empatiya belə qurmur. Yəni biz şagirdlərimizlə ünsiyyət qurduğumuz zaman həm humanizm nümayiş etdirməliyik, həm həssas davranmalıyıq, həm də onlarla empatiya qurmalıyıq. Empatiya nədir? Qarşısındakının halını, vəziyyətini anlayıb özünü bir anlıq onun yerinə qoymaq. Məsələn, şagirdiniz dərsi dəfələrlə izah etməyinizə baxmayaraq, yenidən sizin izah etməyinizi istəyir və yaxud da dəfələrlə sizə bir sualı verməyinə baxmayaraq, unudub yenidən təkrarən soruşursa, siz bu zaman nə edirsiniz? Biz o zaman deyəcəyik ki, əlbəttə ki, şagird müəyyən yaddaş əksikliyi ola bilər, diqqət əksikliyi yaşaya bilər. O məndən dəfələrlə soruşsa belə, mən də hər dəfə çalışaram elə yöndən, elə bir istiqamətlə, elə bir metodlarla ona izah edim ki, hər hansısa bir metod axır ki, onun o meylinə, marağına, yaddaşında qalmasına səbəb olacaq. Hər dəfə onun üçün daha asan yollar tapmağa çalışaram. Yəni biz bezmədən, yorulmadan uşaqları başa düşməliyik. Anlamalıyıq ki, bu uşaqdır. Bu hələ ki, belə deyək, emosional olaraq davranır. Bu hələ ki, özünə yönəlmə mərhələsindədir. Əlbəttə ki, öz yaşın, hər bir yaşın öz xüsusiyyəti var. Amma bəzən müəllimlərimiz bildirirlər ki, müəllim o aqressiyanı və yaxud da şagirdlərin o müəyyən şıltaqlıqlarını götürməməlidir. Xeyr, müəllimlər. Biz bilirik, müəllimlərimiz yorulur, əziyyət çəkir, təhsil verir. Biz sizi anlayırıq, çox gözəl anlayırıq və əziyyətiniz də danılmazdır sizin. Lakin biz başa düşməliyik ki, valideyn də onun üçün dəyərli olan övladını bizə əmanət edir. Ən dəyərli onun üçün olan varlığı bizə əmanət edir ki, bunu öyrət, bunu formalaşdır. Biz də nə etməliyik? Əlbəttə ki, şagirddə müəyyən məqamları formalaşdırdıqca valideynlə belə ünsiyyət saxlamalıyıq. Ünsiyyət bacarığı deyəndə təkcə müəllimin şagirdlə ünsiyyətindən söhbət getmir. Müəllim valideynlə də ünsiyyət saxlamağı bacarmalıdır. Müəllim öz həmkarları ilə də ünsiyyət saxlamağı bacarmalıdır. Məsəl üçün, valideynlə ünsiyyət zamanı hər zaman pozitivliyə çalışmaq lazımdır. Pozitiv davranırıq, onu anlamağa çalışırıq, onu anladığımızı öz jestlərimizlə, mimikalarımızla göstəririk. Valideyni daim məlumatlandırdıqda heç böyük problemlər yaşamayacağıq.
Valideyni məlumatlandırarkən nə edirik? Çalışırıq şagirdin həm mənfisini, həm müsbətini vurğulayaq ki, valideyndə heç bir aqressiya yaranmasın. O başa düşsün ki, müəllimə həm müsbəti, həm mənfini vurğulayır. Demək ki, mənim övladım üçün həqiqətən də hər hansısa bir inkişaf yolunu tapmağa çalışır. Daha sonra müəllim öz həmkarları ilə ünsiyyət saxlayarkən nə etməlidir? Məsələn, belə bir sertifikasiya müsahibə sualı var. Həmkarınız sizə irad bildirsə, bu təlimi düzgün keçmirsə, təlim zamanı səsin çox yüksəkdən gəlir. Bu zaman siz nə edərsiniz? Biz əlbəttə bildiririk ki, sənin dediklərini nəzərə alacağım, çalışacağım ki, bu olmasın. İradları, tənqidləri qəbul etməyə hər zaman açıq olmalıyıq. Çalışmalıyıq ki, həmkarlarımız necə ki, bizə iradlar, tənqidlər bildirir, biz onu düzəltməyə meyilliyik. Biz də eynən heç kəsin qəlbinə dəymədən, həssaslıqla, humanistlik nümayiş elətdirərək çalışıq biz öz iradlarımızı, tənqidlərimizi qarşı tərəfə bildirək. Yəni, irad, tənqid bizi heç vaxt qıcıqlandırmamalıdır, yoxsa biz heç vaxt inkişafa gedə bilmərik. İradlar, tənqidlər nə üçündür? İnsanı daha da inkişaf elətdirmək üçün. Müəllimlə şagirdin ünsiyyətində isə yadınızda saxlayın ki, müəllimin 2 dənə yanaşması var. Proaktiv müəllim müsbət xüsusiyyətləri daşıyır. Hər bir problemi, belə deyək, hər hansı bir situasiyanı, hadisəni həll etmək üçün onun əvvəlcədən hazırlanmış planı var. Amma reaktiv müəllim, reaktiv raketi yadda saxlayın, mənfi xüsusiyyətləri daşıyır. Hər hansısa bir problemi həll etmək üçün onun heç bir planı yoxdur. Konflikt olur, sinifdə mənfi ab-hava yaranır, müəllim də qoşulur şagirdlərə, bu reaktivdir. Proaktiv isə elə davranır, elə qarşısını alır, elə bir situasiya yaradır ki, heç o problem ikinci dəfə yaranmasın və hər zaman sinifi pozitivliyə kökləyir. Müəllimlər, şagirdlərimizdə ünsiyyət formalaşdırmaq üçün çalışırıq birinci özümüz onlarla düzgün ünsiyyəti quraq. Çünki biz nəyik sinifdə? Rol modelik, şəxsi nümunəyik onlar üçün. Bizi necə görürlərsə, eynən şagirdlərimiz də bunu təkrarlayacaq. Və bir şey də sizə xatırladım ki, yadınızda saxlayın, müəllimlə şagirdin ünsiyyətində həmçinin əsas məqamlar nədir? Müəllim göz kontaktı qurmağı bacarmalıdır. O deyir, müəllimin bir baxışından anlayır şagirdlər, göz kontaktı qurmağı bacarmalıdır. Bədən hərəkətlərini düzgün bədən dili deyirik biz. Məsəl üçün, əl, qol və yaxud da çönüb arxaya baxmaq. Müəllimin, məsəl üçün, belə deyək, jest mimikalarından uşaqlar anlamalıdır. Biz bunları nəyə görə eləyirik? Müəllimlə şagirdin ünsiyyəti bir-birini tamamlasın deyə. O bəzən deyirik ki, dərs keçdiyin zaman arxadakı şagird səs salır, dərsə mane olur. Bu zaman necə həmin şagirdə mesaj ötürərsən ki, həm də dərsin pozulmasın? Göz kontaktı ilə. Göz kontaktı quran kimi həmin şagird bilir ki, sənin diqqətin ondadır və artıq o səs-küyü dayandıracaq. Sonra daim uşaqlara xoş rəftar göstərmək. Əlbəttə ki, hər bir müəllimin ciddi, zəhimli tərəfi olduğu kimi, həmçinin də pozitivliyə kökləndiyi bir tərəfdə olmalıdır. Hər zaman uşaqlarla qaşqabaqlı, belə deyək, zəhimli, hədsiz dərəcədə kobud davranmağa meyilli olsaq, bu demək olar ki, uşaqların sevgisinə nail ola bilməyəcək. Çalışmalıyıq, onları pozitivliyə kökləyək, xoş rəftar göstərək ki, onlar da bizim üçün təlimdə düzgün şəkildə o bilik, bacarıqlara, məqsədə çatmağımız üçün bir növ deyək, sevgisini qazanaq. Belə bir məsəl var ki, deyir, o öz tələbəsinin, öz şagirdinin birinci ürəyinə, qəlbinə yol tapmalıdır ki, sonra onun beyninə yol tapa bilsin ki, ona nə isə mənimsədə bilsin. Ünsiyyət bacarıqları zamanı bu 3 istiqamətə diqqət yetirin. Müəllimin şagirdlə, müəllimin valideynlə, müəllimin həmkarlarla. İzlədiyiniz üçün təşəkkür edirəm. Yenidən izahlarımız olacaq. İzahlarımız təkcə bu istiqamətdə deyil, həm pedaqoji prosesi formalaşdırmaq, mövzunu təqdim etmək, şagirdlərdə qiymətləndirmə bacarığıdır. Həm onların özlərinin qiymətləndirməsi, həm müəllimin qiymətləndirməsi, həmçinin də ünsiyyət bacarığında yenidən davamlı izahlarımız olacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun, paylaşın, şərhlərinizi gözləyirəm və ödənişli dərslərimizə də qeydiyyat üçün artıq indidən tələsin 4-cü qrupumuz açılıb. Buyurub qeydiyyat ola bilərsiniz. Ödənişsiz dərslər üçün də nömrə ilə əlaqə saxlayın, sizə link göndəriləcək. Təşəkkür edirəm.